Salam, xoş gördük, hörmətli tamaşaçılar. TRS TV-nin növbəti canlı yayın buraxılışıdır. 2 iyul 2026-cı ildir. Studiyada Tural Səfərdə doğru məkandasınız. Bugünkü proqramımızda çox vacib bir mövzunu müzakirə edəcəyik. Ölkəmizdə rəqəmsallaşmadan danışacağıq, süni intellektin faydalarından və yarada biləcəyi risklərdən bəhs edəcəyik. Rəqəmsal İnkişaf Şurasının yaradılmasının əhəmiyyətindən bəhs edəcəyik. Bir sözlə, hər birimizi düşündürən bir mövzu ətrafında müzakirə aparacağıq. Studiyamızın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik, hörmətli Rasim Əliquliyevdir. Rasim hanım, xoş gəlmişsiniz. Təşəkkür edirəm, dəvətinizi edirəm. Mən təşəkkür edirəm, dəvətinizi qəbul edib studiyamıza gəldiyiniz üçün. Hesab edirəm ki, qarşıdakı bir saat ərzində sizinlə çox maraqlı bir müzakirəmiz olacaq. Hər halda bu işin peşəkarı studiyadadır, mütəxəssis studiyadadır, bu işin alimi studiyadadır. Ona görə də hesab edirəm ki, tamaşaçılarımız üçün çox maraqlı bir proqram olacaq və bizim hörmətli izləyicilərimiz bugün bu proqramdan konkret olaraq akademik Rasim Əliquliyevdən nəsə öyrənəcəklər. Bir daha minnətdaram, dəvəti qəbul edib studiyaya gəldiyiniz üçün. Rasim, Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb. Bu sahənin vacibliyi nəzərə alınaraq bu şura yaradılıb Azərbaycan prezident tərəfindən. Şuraya rəhbərliyi ölkənin birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva edir. Bu günlərdə bilirsiniz ki, hörmətli Mehriban xanımın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk icrası keçirilib. Mühüm tapşırıqlar verir. Biz bu iclasda verilən tapşırıqlar, qarşıya qoyulan vəzifələrdən danışmamışdan əvvəl istəyirəm Rəqəmsal İnkişaf Şurasının yaradılmasının əhəmiyyətinə toxunaq. Fikrinizcə vaxtında verilmiş qərardır, yoxsa biraz gecişmişik? Onunla hesab edirəm ki, doğrudan da Cənab Prezident tərəfindən Rəqəmsal İnkişaf Şurasının yaradılması vaxtında verilmiş qərardır. Və orada siz qeyd etdiniz ki, rəqəmsal bu sahə vacibdir, ona görə bu şura yaradılıbdır. Bəli, mən sizlə razıyam, amma onu vacib edən başqa bir məqam da var ki, ölkəmizdə demək ki, belə bir şuranın, belə bir mərkəzin yaradılmasına ona görə ehtiyac var idir ki, son 20 ildən artıq müddət ərzində Azərbaycanda informasiya, kommunikasiya texnologiyaları bilirsiniz ki, çox sürətlə inkişaf edir, dövlətin artıq siyasətinə çevrilibdir. Dövlət başçımız müntəzəm olaraq bu istiqamətdə müxtəlif fərmanlar, sərəncamlar, dövlət proqramları qəbul edir, cəmiyyəti bu istiqamətə yönəldir. İstər təhsildə, istər elmdə, istər iqtisadiyyatda, dövlət cəmiyyətin bütün sferalarında artıq informasiya geniş tətbiq olunur. Bu müsbət addımdır. Əlbəttə ki, bu dövlət siyasətidir. Burada bir məsələ, yəni Rəqəmsal Şuranın yaranmasının, daha doğrusu rəsmi deyək ki, Rəqəmsal İnkişaf Şurasının yaradılmasının zəruriyyətinin kökləri biraz başqa yerdədir. Çünki söhbət nədən gedir? Bir rəqəmsal fərq anlayışı var. Cəmiyyətdə bütün bu informasiya texnologiyanın tətbiqinin nəticəsində ortaya çıxan bütün bu məsələlər bir balaca belə deyək ki, harmonikləşməlidir, tarazlaşdırılmalıdır. Yəni, elə ola bilməz ki, ölkənin bir hissəsində bu inkişaf eləsin, başqa bir hissəsində fərz edək ki, biraz geri qalsın. Ona görə də bu rəqəmsal fərqlərə biz belə mütəxəssis kimi baxanda bunun kommunikasiya infrastrukturu hər yerdə, dağın başında da, dərədə də, uzaq kəndlərdə də, şəhərdə də eyni vəziyyətə gətirilməlidir. Yəni, insanların o kommunikasiyaya çıxış imkanları bərabər olmalıdır. Yəni, bu rəqəmsal və bu istiqamətdə ola bilir. Ondan sonra internet bilirsiniz ki, artıq dünya Azərbaycanı əhatə edir, onun özündə də rəqəmsal fərqlər yaranır. Yəni, internetin özünün xidmətlərindən istifadə, ora çıxış imkanları fərqli ola bilir. Bunun özü də ayrıca bir fərqdir. Ondan sonra demək, informasiya resursları, məsəl üçün, bir qurumda daha yüksəkdir, başqa qurumda biraz zəifdir. Bir hansısa qurumda informasiya resurslarına məsuliyyətlə yanaşırlar, başqa qurumlarda heç onu müəyyən bir müddət saxlayıb, heç belə deyək ki, onu saxlamırlar, arxivləşdirmirlər, onlara qayğı göstərmirlər. Yəni, Cənab Prezidentin ki, bax, bu fevral ayında xüsusi bir müşavirə keçirdi, məsul vəzifəli şəxsləri topladı ora, o həyəcanı mən anlayıram. Çünki Cənab Prezidentin narahat edən əsas məsələ çox spektr üzrə, müxtəlif istiqamətlər üzrə
rəqəmsal fərqlərin mövcudluğuydu. Yəni indi bunu ümumi şəkildə deyirik ki, pərakəndəlikdir, müxtəlif nə bilim mən mərkəzdən belə deyək ki, mərkəzi olmayan ayrı-ayrı avtonom proseslərdir. Amma məsəl üçün götürək bir faktoru. Kiber təhlükəsizlik məsələsi. Hamı çalışır kiber təhlükəsizliyin təmin eləsin. Ayrıca insan da, nə bilim mən təşkilat da, nazirlik də, ayrı-ayrı qurumlar da. Amma bir ölkənin özünün bir konstitusiyası var, konstitusiyadan irəli gələn vəzifə var, dövlətin özünün bu vəzifəyə həyata keçirilmək üçün vahid dövlət siyasəti var, vahid dövlət təhlükəsizliyi istiqamətində onun konkret belə deyək ki, fəaliyyəti vardır. Necə ola bilər ki, ölkəmizdə təhlükəsizliyin digər komponentləri ölkə rəhbərliyi tərəfindən uğurla təmin olunur, həyata keçirilir. Yəni ölkədə təhlükəsizlik çox yüksək səviyyədədir ki, Azərbaycan bu günləri belə deyək ki, regionumuzun oazis ölkəsidir. Yəni stabil ölkədir, cəmiyyət burada inkişaf edir, insanlar xoşbəxtdir, insanlar burada yaşamaqdan, çalışmaqdan zövq alırlar. Hər bir Azərbaycan vətəndaşı bu günləri xoşbəxtdir ki, onun demək belə bir vətəni vardır, belə bir dövləti vardır, belə bir ölkəmizin rəhbəri vardır, belə bir siyasət vardır. Ona görə də bu kiber təhlükəsizliyə qayıtmaq istəyirəm ki, hər kəs özünün belə deyək ki, darvazasını, çəpərini qurur. Bəs bunun yaşadığı məkanın, belə də bunu mən bir paralel gətirmək istəyirəm ki, yəni təhlükəsizlik anlayışı deyəndə bunun özünün bir necə deyərlər, mərkəzdən idarə olunması məsələsi var. Dediyim kimi, hər kəs özünə dəmir qapı yaratsın, hər kəs özündən dəmir, nə bilim mən, qəfəslər yaratsın, nə bilim mən, hündür divarlar yaratsın, desin ki, mənim də misal üçün evim təhlükəsiz. Və sənin yaşadığın kənd, sənin yaşadığın, nə bilim mən, şəhər, sənin yaşadığın ölkənin təhlükəsizliyi, ona görə də bütün bunlar hamısı Cənab Prezident tərəfindən dərindən təhlil olundan sonra, bax, ölkədə bu sözlər, misal üçün, son zamanlar Cənab Prezidentin necə deyərlər, qoyduğu vəzifələrdən irəli gəlir ki, ölkənin milli kiber təhlükəsizlik ekosistemi. Siz bilirsiniz bu nə qədər, məsəl üçün, mürəkkəb və ali vəzifədir. Məsəl üçün, Cənab Prezident deyir ki, milli data ekosistemin yaradılması. Bu artıq elə bir, belə deyək ki, təşəbbüsdür ki, indiyə qədər qeyd etdiyim kimi, bütün bu datalar hamısı, bütün bu resurslar hamısı ayrı-ayrı qurumların nəzarətində idi. Hərə bir cür öz texnoloji siyasətini həyata keçirirdi. Birinin kompüteri güclü, birinin zəif, biri mütəxəssis, nə bilim mən, peşəkar, qeyri-peşəkar və s. Ona görə də bütün bunlar hamısı cəmiyyətdən, qıraqdan baxanda deyirsən ki, ölkəmiz rəqəmsal deyək ki, istiqamətdə yaxşı inkişaf edir, mən də razıyam. Onun kənardan, beynəlxalq reytinglərdə yerimiz çox yüksək səviyyədədir, il-ildən biz vəziyyətimizi yaxşılaşdırırıq. Amma ölkə daxilində, yəni beynəlxalq səviyyədə rəqəmsal fərqlər bizim xeyrimizədir. Yəni sürətlə bütün o internetlə də, o rəqəmsal dövlətin inkişafı ilə də, innovativ ekosistemlə də və s. bunlar hamısı gözəldir. Çox sürətlə biz beynəlxalq reytinglərdə yerimizi yaxşılaşdırır. Amma ölkə daxilində o vahid dövlət siyasəti naminə mərkəzi icra hakimiyyət orqanları, yerli idarəetmə hakimiyyət orqanları, nə bilim və digər bəlkə biznes sektor, vətəndaş cəmiyyəti sektor, bütün burada fərqlilik, o rəqəmsal fərqlilik o dərəcədə məsəl üçün gözə çarpırdı ki, artıq Cənab Prezident bütün bu proseslərin mərkəzləşdirilməsini, vahid bir deyək ki, data ekosisteminin yaradılmasını, vahid texnoloji siyasətin və onun suverenliyinin təmin olunması istiqamətində zəruriyyətlər ortaya çıxmışdır. Ona görə də mən bir mütəxəssis kimi Cənab Prezidentin fevral ayının əvvəlində belə bir cümlə işlədir ki, artıq rəqəmsal dövlətin yeni arxitektur əsasları işlənilməlidir. Bilirsiniz, yeni rəqəmsal arxitekturası işlənilməlidir. Çünki ayrı-ayrı qurumların özlərinin dediyim kimi, birinin maliyyəsi güclüdür, daha yaxşıdır, birinki azdır, belədir. Yəni, maliyyənin özündə də, baxmayaraq ki, informasiya texnoloji xərclənsə də, amma ümumi siyasət nəminə, onların bir-birinə uzlaşması, bir-birinə inteqrasiya olunması, bir-birinə informasiya mübadiləsinin aparılması, buradan bir haşiyə çıxmaq istəyirəm ki, insanların həyatı artıq internetdədir, virtual məkandadır, onların fərdi məlumatları, onların qorunması, buradan da belə dərinə gedə insan hüquqlarının təmin olunması, Azərbaycan dövlətinin insan hüquqlarının təmin olunması ilə bağlı müəyyən problemlər var ki, onların təmin olunması. Ona görə də Azərbaycan dövləti elə bir belə rəqəmsal dövlət yaratmaq istəyir ki, o rəqəmsal dövlət necə ki, coğrafi məkanda öz suverenliyini təmin edibdir, Azərbaycan dövlətinin o konstitusiya idarəyə bütün vəzifələri uğurla həyata keçirir, virtual məkanın xüsusiyyətləri başqa cürdür. Yəni, virtual məkanın xüsusiyyətləri ondan ibarətdir ki,
o belə deyək ki, onun bir mərkəzi yoxdur, onun bir BMT-si yoxdur, onun bir konstitusiyası yoxdur, onun bir hüquq sistemi yoxdur. Onunla bu internet tənzimlənə bilməz. Ümid qalıb özümüzə ki, özümüzün dövlətimizin necə ki, dediyim kimi, coğrafi məkanda suverenliyimizi təmin edirik, eyni zamanda da virtual məkanda da Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşlarının, Azərbaycan biznes sektorunda fəaliyyət göstərən şirkətlərin nə qədər dəyər varsa Azərbaycan cəmiyyətində onların qorunması, onlara normal şərait yaradılması, onlara normal rəqəmsal platformanın imkanlarının təqdim olunması ki, onlar əlbəttə ki, virtual məkanda Azərbaycan naminə, Azərbaycanın xeyrinə fəaliyyət göstərsinlər, özləri də xoşbəxt olsunlar, dövlətimizə də dəstək versinlər. Ona ki, Cənab Prezidentin bütün qlobal dünyada gedən bu təhlükəsizlik məsələləri var ki, bilirsiniz ki, orada heç stabil deyil, onun özünün də müəyyən prioritetləri dəyişibdir, dünya dəyişibdir. Məhz belə bir kontekstdən dünyanın o təhlükəsizlik sistemində olan, belə deyək ki, çalxalanmalar təbii ki, Azərbaycan dövlətini də narahat edir. Ona görə də Cənab Prezident bu rəqəmsal dövlət, yəni bu günləri Azərbaycan dövlətinin özünün əkizi olaraq, onun bir virtual əkizi olaraq rəqəmsal dövlətin formalaşması, onsuz da Azərbaycanda bu günləri nəyimiz varsa artıq virtual məkandadır. Onsuz da bu günləri vətəndaşlara 500-dən artıq, nə bilim mən, yüzlərlə demək ki, elektron hökumət xidmətləri göstərilir. Bütün qazı da, suyu da, pensiyası da, maaşı da, hər şey elektronlaşıbdır. Ona görə də demək ki, bax, bu mühitin özünün sağlam olması, güvənli olması, etibarlı olması, kibir təhlükəsiz olması, bütün insan hüquqlarına əməl olunması, vətəndaşların bütün şərəf ləyaqətinin qorunması, bu hamısı sistem olaraq, kompleks olaraq yeni yanaşma tələb edirdi ki, bax, Cənab Prezident fevral ayının əvvəlində biz mütəxəssis olaraq bu rəqəmsal dövlətin özünün arxitekturası, yeni arxitekturası olmalıdır. Bunun, belə deyək ki, onun kommunikasiyası yenidən baxılmalıdır. İnternet infrastruktur yerində, yəni onu gücləndirilməlidir. Çünki bu datalar get-gedə artır. Bütün bunun özünün, belə deyək ki, suverenlik məsələsinə baxılmalıdır, texnoloji suverenlik məsələsinə baxılmalıdır. Bütün bu xariclə əlaqələr özü, belə deyək ki, bir kanalla yox, fərz edək ki, müxtəlif kanallarla əlaqə yaratmalıdır ki, Azərbaycan çətin zamanda, misal üçün, hansı problemlə üzləşə bilməsin. Bu, süni intellekti bir başqa tərəfdən reallıq yaradıbdır. Yəni, o dediyim qlobal təhlükəsizlik sistemi ilə bərabər eyni zamanda süni intellektin bu günləri inkişafı, onun yaratdığı fəsadlar, süni intellektin, belə deyək ki, davamlı və sistemli olaraq hərbiləşdirilməsi. Yəni, bu günləri artıq bilirsiniz ki, müharibələr artıq süni intellektin əsasına həyata keçirir. Bu dronlardır, nə bilim, pilotsuz hansısa bir vasitələrdir, pilotsuz gəmilərdir, sualtı qayıqlardır, bütün silahlar hamısı, hətta bu əskərlərin özləri artıq robotlarla əvəzlənir. Yəni, artıq müharibələrin özü də yeni çağırışlar ortaya qoyur. Ona görə də süni intellekt bu günləri bir tərəfdən iqtisadi dəyər yaradır, bir tərəfdən də bu ölkələrin strateji potensialı, mən deyərdim ki, nüvədən də artıq, belə deyək ki, təhlükə yaradır bilən bir texnologiya kimi ki, süni intellektin əlində internet var. İnternet dünya deməkdir. O, elə bir imkana malik olub, elə 9-10 milyon insanlara təsir edə bilir. Ona görə də bunun özünün gücünə görə artıq süni intellektə malik olan dövlətlər, artıq elə nüvə silahlarına malik olan dövlətlərdən də az təhlükəli deyil. Ona görə də görürsünüz, bax, son zamanlar dünyada gedən proseslərə baxaq, super dövlətlərin liderlərinə bax, onların davranışlarına bax, onların münasibətlərinə bax, nəyə münasibət bildirirlər, nadir torpaq elementləri, kim onları ələ keçirəcəkdir. Yəni, müxtəlif üsullarla bilirsiniz ki, artıq belə deyil, son zamanlar texnoloji suverenliyi aktuallaşdırırlar, amma dünyanın ən super dövlətləri özü texnolojiyyətin suveren deyirlər. Çünki indi onlarda elm var, texnologiya var, algoritm var, model var, institutlar var və s. Onun nadir torpaq elementləri yoxdur. O hansısa ölkədən asılıdır. Görürsünüz, iki daşın arasında Ukraynada orada bir müəyyən bir müqavilə imzaladılar ki, oradakı nadir torpaq elementləri hansısa, deyək ki, şərikli şəkildə emal olunsun. Dünyanın nadir torpaq elementlərinin tali belə gətirir ki, çox böyük bir hissəsi Çinin ərazisindədir. O nadir torpaq elementləri, demək, çox yüksək imkanlara malik olan mikrosxemlər, çiplər deməkdir. O çiplər artıq, necə deyərlər, bütün o dataları, o data deyəndə bunun təsviri də var, səsi də var, şəkli də var, videosu da var, mətni də var. Bütün onların hamısını çox yüksək sürətlə, real zamanda emal eləyə bilən gücə malik olan xüsusi prosesorların işlənməsi. Bunlar hamısı nadir torpaq elementlərinin üzərindədir. O olması olmaz. Elektriklə işləyən nəqliyyat vasitələri hamısı nadir torpaq elementlərinin üzərindədir. Ona görə söhbət ondan gedir ki, Tural müəllim, bax, bu süni intellekt məsələləri də
bütün dünyada yeni reallıq yaradıbdır. Ona görə də çevik dövlətlər bu məsələyə operativ reaksiya verirlər. Təsadüf edir ki, cənab prezident bütün bu rəqəmsallaşma ilə bağlı apardığı siyasətlə paralel olaraq ötən ilin mart ayında süni intellekt strategiyası qəbul etdir. Yəni rəqəmsal inkişaf öz yerində, nə bu rəqəmsal iqtisadiyyat öz yerində, ondan sonra demək informasiya təhlükəsi kimi də öz yerində. Üstə gəldə demək, bax, bu süni intellekt strategiyasını, beləliklə bunların hamısını cəmləyəndə, stolun üstünə qoyanda, ölkədə bu tarazı şəkildə informasiya kommunikasiya texnologiyalarının inkişafı, insanların informasiya tələbatının ödənilməsi, informasiya azadlığının təmin olunması, informasiyanın mübadilə etməsi, hansısa xidmətləri insanlara elektron platformada həyata keçirməsi ilə bərabər onun datasına sahib çıxmaq lazımdır. Data artıq qızıldır, brilyantdır, dəyərdir. Data dövlətin təhlükəsizliyidir. Data vətəndaşların sağlamlığı haqqında ciddi biliklərin əldə olunmasıdır. İqtisadiyyatın özünün yeni platformada formalaşması üçün gözəl bir mənbədir. Ona görə təsadüfi deyildir ki, neft və qaz kimi, qızıl kimi o dəyər daşıyan faydalı o qazıntıların əvəzinə artıq deyirlər ki, elə xam neftin əvəzinə bu datalardır. Ona görə dataların özlərinin də belə deyək ki, hansısa belə birincisi ona sahib çıxmamaq, ona laqeyd yanaşmaq, onu yığmamaq, toplamamaq, onu hansısa bir sistemi şəkildə platformada yaratmaq eləmək olub da əvvəllər belə olubdur, amma indi o bağışlanılmazdır. Çünki süni intellekt Azərbaycana nə üçün gəlir? Və belə bir sual verək. Süni intellekt gəlib oturub bizimlə bir yerdə, onun datası yoxdursa, onun əlinə, onun demək ki, o datası enerjisini verməsən, yanacağını verməsən, o süni intellekt heç bir şeydən deyil. Ona görə cənab prezident həmin o data sistemini yaradılması. Özdə burada bunu haşirlə çıxım ki, hər bir qurumun özü deyə bilər ki, mənim elə bir imkanım yoxdur, mənim elə bir serverim yoxdur, elə bir nə bilim, mən superkomputer, haqlıdır. Təbii ki, mən bunu qəbul edirəm. Ona görə də cənab prezident tərəfindən qəbul edilmiş sənədlərdə o datanın özünə sahib çıxmaq üçün, onu yığmaq, toplamaq, indi son zamanlar hörmətli Mehriban xan rəhbərliyi altında keçirilən şuraya və aktuallaşdı ki, milli məlumat hövzəsinin yaradılması. Hövzə nə deməkdir? Artıq demək, dövlətin maraqlarına xidmət edən, kritik o infrastrukturdan meydana çıxan, dövlətin strateji maraqlarına xidmət edən və insanların fərdi həyatına aid olan məlumatlara sahib çıxmaq, onları etibarlı qorumaq, əbədi qorumaq, arxivləşdirmək bu birinci tərəfdən lazımdır. İkinci tərəfdən də o süni intellekt deyirəm gəlir. O gəlirsə data üçün gəlir. O datanın özünü emal edən, özdə müxtəlif səviyyələrdə fərd özü hansısa bir vəzifədə çalışırsa, onun özünün bir data mühiti yaranır. Təşkilatın özünün ümumiyyətlə data mühiti yaranır. Belə deyək, data ekosistemi yaranır, nazirliyin, komitələrin özlərinin. Nəticə belə bax, belə piramidal olaraq, belə deyək ki, aşağıdan yuxarıya öz əhəmiyyətinə görə, öz məzmununa görə, onun üzərində konstitusiyon tələbləri nəzərə alaraq dövlət öz siyasətini qurur və o milli data ekosisteminin arxitekturasını, onun platformasını, onun texnoloji təminatını, onun o yüksək səviyyəli avadanlıqlarını, oradakı olan məlumatların superkompüter əsasında emalının, onun əsasında emal olunmuş o bilikləri, onun əsasında qərarların qəbul edilməsi, ölkənin strategiyasının qurulması, hansısa problemlərin proqnozlaşdırılması, onlara qarşı preventiv tədbirlərin həyata keçirilməsi. Bu sadə məsələ deyil. Məhz buna görə də cənab prezident artıq ölkəmizdə rəqəmsal inkişafın əvvəlki sənədləri əsas götürərək bütün bu çağırışları, dünyada gedən prosesləri, süni intellektin yaratdığı reallıqları nəzərə alaraq bu ilin fevral ayının sonunda rəqəmsal inkişafın sürətləndirilməsindən dair vahid fəaliyyət planı yaratdı. Özdəki bu artıq bir qurum çərçivəsində yox, bütün dövlət qurumları bura öz səlahiyyətləri çərçivəsində məsuldurlar. O işləri artıq könüllü olaraq yox, artıq dövlət proqramı çərçivəsində həyata keçirməyə borçludurlar. Mən müşahidə etdiyimə görə artıq dövlət qurumlarıdır, elmi qurumlardır, təhsil məsələlərdir, çox ciddi məsələlər qoyulur ki, cəmiyyətin bütün təbəqələri, bütün qurumları bu işə cəlb olunubdur. Təbii ki, bu prosesləri idarə etmək, bu prosesləri əlaqələndirmək, gedən proseslərin necə nəbzini tutmaq, ayrı sahələr üzrə gedən proseslərin necə qiymətləndirmək, oradakı olan icranın qiymətləndirmək, bu əlbəttə ki, dövlət hakimiyyəti orqanlarının necə deyərlər zirvəsində belə bir şuranın yaradılması
tədbir olaraq lazım idi. Ona görə də cənab prezident bu məsələlərin daha da yüksək əhəmiyyət verilməsini qeyd etmək üçün artıq demək rəqəmsal inkişaf şurası yaradıldı və hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, hörmətli Mehriban xanım artıq sədr funksiyasını həyata keçirir. Mən hesab edirəm ki, artıq birinci iclasda da çox əhəmiyyətli məsələlərə toxunuldu. Bütün prioritetlər orada qeyd olundu. Hansı istiqamətdə bütün Azərbaycanın resursları beynəlxalq əməkdaşlığında əlbəttə ki, həyata keçirməklə bu işləri yüksək səviyyədə həyata keçirmək artıq dövlətimizin strateji vəzifəsidir. Rəsmən, biz inanırıq ki, bu sahədə biz çox böyük uğurlara imza atacağıq. Ona görə bu fikri səsləndirirəm ki, hörmətli Mehriban xanım indiyə qədər rəhbərlik etdiyi sahələrdə, məhsul olduğu komissiyalarda, işlərdə çox böyük uğurlara imza atıb, təsadüfən birinci vitse-prezident Rəqəmsal İnkişaf Şurasının rəhbəri təyin olunmuyor. Tabii. Hörmətli Mehriban xanımın bu şuranın sədri təyin olunması cənab prezident tərəfindən ölkə başçısının bu sahəyə nə qədər ciddi önəm verdiyinin bariz nümunəsidir. Xatırlatdığımız kimi ilk iclasda çox ciddi məsələlərə toxunuldu, qarşıya mühüm vəzifələr qoyulub və biz yaxın zamanlarda real nəticələrin şahidi olacağıq. Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban Əliyeva şuranın ilk iclasındakı çıxışında da qeyd etdi. Bu sahənin faydaları və eyni zamanda yarada biləcəyi risklər. Əlbəttə, ciddi risklər də yaradır. Rəqəmsallaşma, süni intellekt və bizim dövlətimiz də çalışır ki, bu riskləri aradan qaldıraq. Rəsmən, siz dövlət tələsimində rəqəmsallaşmanın əhəmiyyətindən danışdınız. Buna hansı töhfələri verə biləcəyinə bağlı fikirlərinizi səsləndirdiniz. Şuranın fəaliyyətində dövlət, özəl sektor və elmi müəssisələrin əməkdaşlığının perspektivlərini necə qiymətləndirirsiniz? Ümumiyyətlə hal-hazırda Azərbaycanda rəqəmsallaşma ilə bağlı biznes sektorda demək müəyyən qərarlaşmış bir mühit vardır. Hesab edirəm ki, dövlət, biznes, akademik qurumlar, təhsil qurumları bunlar bir-birindən münasibətlər qurublar, müəyyən qədər iş aparırlar. Amma söhbət bundan burada sizin verdiyiniz sualda bir fikir mən hiss edirəm ki, bütün bu əməkdaşlıq dəyər yaratmalıdır. Bu əməkdaşlıq ölkədə bir innovativ ekosistem yaratmalıdır ki, bir tərəfdən akademik birliklər, o birliklərin belə deyək ki, nə qədər mümkünsə sürətlə kommersiyalaşması, ölkənin iqtisadiyyatına təsir göstərməsi, bu rəqəmsallaşma prosesində çoxlu tələbatı var. Yəni, proqram məhsulları istehsal olunmalıdır, kadr yetişdirilməlidir, onların əməkləri hansısa bir deyək ki, kommersiya qurumlarında kommersiyalaşdırılmalıdır, biznes münasibətləri qurulmalıdır. Ona görə də mən elə bir problem görmürəm, açıq deyirəm ki, dövlət qurumları, biznes qurumları və akademik və yaxud da ki, təhsil qurumlarına münasibətlərdə. Burada əlbəttə ki, biz onu demək istəmirəm ki, biz hər şey yerinə yetirilibdir, hər şey yüksək səviyyədədir. Yox, o şəkildə deyil. Bütün bu çağırışlar kontekstində əsas məsələ ondan ibarətdir ki, ölkəmizdə o milli elə bir platforma formalaşmalıdır ki, bizim demək bu rəqəmsal iqtisadiyyatın özünün startaplarıdır, gənclərin bu işə cəlb olunmasıdır. Ölkədə məsəl üçün belə deyək ki, bir beyin axı problemi dünyanın hər yerində var, bilirsiniz ki, bu ölkədən digər ölkələrə axının qarşısının alınmasıdır. Yüksək keyfiyyətli bu kadrların hazırlanmasıdır. Elmi qurumların həyata keçirdiyi problemlərin özünün dövlət maraqlarına xidmət etməsidir. Ünvansız hansısa problemlərlə məşğul olmaq, nəticəsi hansısa bir məqalə ilə bitirmək olmaz. Ona görə də dövlət maraqlıdır ki, akademik qurumların da, elmi müəssisələrin də fəaliyyəti elə istiqamətə yönəlməlidir ki, bu proseslərə elmi dəstək versin. Azərbaycan dövlətinin müvafiq qurumları meydana çıxan tələbatı ödəmək üçün hansı xarici şirkətlərə üz tutmasın. Bunun başqa müxtəlif aspektləri var. Bunun təhlükəsizlik riskləri var ki, elə hər şeyi xaricə götürmək də olmaz, ona etibar etmək də olmaz. Ona görə də həmin o innovativ ekosistem dediyimiz onun yetişdirilməsi, formalaşdırılması, ideyadan bazara, ideyadan onun hansısa dəyərə çevrilməsi, bütün zəncirlər üzrə
müəyyən islahatların həyata keçirilməsi, bunun qanunvericilik mühitinin özünün necə deyirlər, bu istiqamətdə sağlamlaşdırılması, bir belə deyək ki, münbit bir biznes iqtisadi mühitinin formalaşdırılması bu istiqamətdə müəyyən işlər aparılır. Elə həmin demək toplantıda da bu məsələlərə toxunuldu ki, ölkəmizdə bu innovativ ekosistemin özünün hansı problemləri var, onun qanunvericilik bazasının formalaşdırılması, xarici intellektual potensialın Azərbaycana cəlb olunması üçün vergi güzəştləridir. O, xaricdən gəlib Azərbaycanda fəaliyyət göstərən şirkətlərdir, şəxslərdir, ayrı insanlardır. Bu düzgün siyasətdir ki, o dediyimiz beyin axınından fayda əldə etmək lazımdır. Söhbət bizdən gedəndən getmir. Dünyada onsuz da ölkələr arası beyin axını var. Elə bir münbit şərait yaratmaq lazımdır ki, onlar üst tutsunlar Azərbaycana, gəlib burada Azərbaycanda necə deyirlər, az vergi ilə və yaxud ki, sıfır vergi ilə bu işləri görsünlər, dəyər yaratsınlar və əlbəttə ki, Azərbaycanın özünün bu rəqəmsal iqtisadiyyatını gücləndirsinlər. Bax, haradasa inkişafın perspektivləri bax, bu istiqamətdədir. Ona görə də sizin sualınız yaxşı sualdır. Təbii ki, və bütün bu problemlərin hamısını tək dövlət qurumlarının öhdəsinə buraxmaq olmaz. Bu məsələlər belədir ki, tək o innovativ ekosistem deyil, ümumiyyətlə bu informasiya texnologiyaları bir böyük sosial bir məsələdir. Yəni, bu da vətəndaşların iştirakidir, vətəndaş cəmiyyəti institutlarının iştirakidir, biznes qurumlarıdır, dövlət qurumlarıdır, akademik sektorda fəaliyyət göstərən elmi müəssisələrdir, ali təhsil müəssisələrdir. Bunlar hamısı bir-birindən necə də əlaqə saxlayıb həmin o məsələni dünya təcrübəsi var. Bunları da bəhrələnmək lazımdır. Yəni, inkişaf olmuş ölkələrin də təcrübəsindən istifadə edib Azərbaycanda da bax, bu mühiti yaratmaq lazımdır ki, Azərbaycanda formalaşan rəqəmsal dövlət özü tək onun təhlükəsizlik tərəfi yox, eyni zamanda orada azad rəqəmsal iqtisadiyyatın formalaşdırılması, insanların kütləvi olaraq o rəqəmsal transformasiyaya məruz qalmış əmək bazarında necə deyərlər, süni intellekt mühəndisi olsunlar, proqram mühəndisi olsunlar, data mühəndisi olsunlar, kiber təhlükəsizlik mühəndisi olsunlar, öz bizneslərini, öz necə deyil, alış-verişlərini rəqəmsal platformda həyata keçirsinlər. Vətəndaşlarımızı bu texnologiyalar hazırlamaq, onlardakı o təfəkkürdür, savaddır, qabiliyyətdir, bacarıqdır. Bu məsələlərin hüquqi, etik və iqtisadi aspektləri, sosial aspektləri bilməlidir ki, vətəndaş ki, bu cəmiyyətin normal vətəndaşı olsun, rəqəmsal vətəndaşı olsun. Osman, mən yenidən süni intellekt mövzusuna qayıtmaq istəyirəm. Süni intellekt, biraz öncə də qeyd etdiyimiz kimi, artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib, dünya ölkələri artıq süni intellekt sahəsində çox ciddi tədbirlər həyata keçirir. Hətta elə ölkələr var ki, süni intellektlə bağlı nazirlik belə yaradılıb. Sizcə Azərbaycan bu sahədə hazırda hansı mərhələdədir? Səmimi olaraq qeyd etmək istəyirəm ki, elə bir şkala yoxdur ki, o mərhələni tapaq ki, Azərbaycan hansı mərhələdədir. Dünyada gedən proseslərdən biz geri qalmırıq. Söhbət onun belə deyək ki, iqtisadi potensialına demək toxunmaq olar ki, indi Amerika başqadır, onların imkanları başqadır. Nə bilim mən, Çin böyük dövlətdir. Təbii ki, Azərbaycan heç vaxt qarşısında belə bir məqsəd qoymur ki, onlarla yarışa girsin. Əlbəttə. Təbiidir. Amma Azərbaycanın özünün də qarşısında məsələ vəzifələr var. Azərbaycan da bu işdə heç də geridə qalmaq fikrimiz yoxdur. Fikir verirsiniz, Azərbaycan dövlətinin artıq dövlətimizin xarici siyasətində bir süni intellekt xətti formalaşıbdır. Cənab Prezident bütün dövlətlərlə, bütün inkişaf etmiş dövlətlərlə, Avropa Birliyi ilə, Amerika ilə, Çinlə və digər ölkələrlə həmişə süni intellekt məsələlərini aktuallaşdırır. Ona görə də süni intellektin özünün Azərbaycan cəmiyyətində bir üzvü şəkildə inteqrasiya olunması, dövlət idarə edilməsində, hansısa qərarların qəbul edilməsində, proqnozların verilməsində, hansısa tip sahəsidirsə orada düzgün diaqnozların verilməsidir. Təhlükəsizlik məsələsidirsə o təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunmasıdır. O dataların özlərini emal etməklə faydalı biliklərin əldə olunmasıdır. Ölkənin müxtəlif maraqları var, çünki datanın özünün mənbəyi bütün Azərbaycanın təbiətidir, cəmiyyətidir, suyun altıdır, kosmosdur. Bütün bu dataların özündən faydalı biliklər əldə etmək təbiidir ki, demək, ölkənin özünün maraqlarını təmin etməkdir. Ona görə də mən nə deyə bilərəm mən? İndi müvafiq qurumlar bu istiqamət tədbir görürlər. Müxtəlif, nə bilim mən, süni intellektlə bağlı mərkəzlər, akademiyalar, müxtəlif deyək ki, institusional tədbirlər həyata keçirirlər. Eyni
zamanda bunun akademik tərəfi onunla qeyd etmək istəyirəm ki, indi Azərbaycan Milli Elmlər Akademiyasında süni intellekt məsələlərində çox xüsusi diqqət ayrılır. Rəqəmsallaşmaya, indi təsəvvür edirsiniz, tarixən ənənəvi olaraq humanitar elmlər və sosial elmlər adətən biraz belə dəqiq elm olmadığı üçün rəqəmsal texnologiyada az tətbiq olunurdu. Amma son zamanlar aparılan uğurlu işlərin nəticəsidir ki, artıq humanitar, sosial elmlər sahəsində informasiya texnologiya geniş tətbiq olunur, müxtəlif istiqamətlər üzrə. Üstəgəl də son zamanlar süni intellekt artıq onların fəaliyyətinə yaxından istifadə olunur. Yerin altından tapılan hansı arxeoloji qazıntının özünün qiymətləndirilməsi, onun yaşının müəyyənləşdirilməsi, onun kimə, nəyə aid olması, əl yazmaların özlərinin oxunması, indi əl yazmaların özü bir insan faktoru ilə nəyisə oxunur, orada gedən proseslərdir. Nə bir müxtəlif dillə bağlı Azərbaycan dili bilirsiniz ki, onun özünün qarşımıza qoyulan vəzifələrdən biri böyük dil modelinin yaradılması, belə deyək, milli bir rəqəmsal dövlət kimi formalaşması, Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan dilinin qorunması həm real məkanda indi biz adi həyatımızda istifadə edirik, dövlət həyatında istifadə olunur. Eyni zamanda da virtual məkanda bütün informasiya proseslərində, emalı proseslərində Azərbaycan dilinin demək emal olunması, oradan da müəyyən demək dövlətin özünün və cəmiyyətin öz maraqlarına xidmət edən məsələlərin həllinə böyük dəstək verir. Ona görə də belə deyək ki, artıq akademik sistemdə elə bir problem yoxdur ki, süni intellektin kənarda olsun. Yəni bu günləri Azərbaycan elminin qarşısında duran bütün vəzifələr, istər dəqiq elmlər, istər qeyri-dəqiq elmlər, istər ictimai və humanitar elmlərdə süni intellektin tətbiqi ilə bağlı alimlərimiz ardıcıl olaraq, gündəlik olaraq bunun üstündə düşünürlər. Yəni, mən o bayaqki mərhələ sözünə qaydıram ki, biz hansı mərhələdəyik? Hələlik dünyada mən misal üçün müşahidə eləməmişəm ki, süni intellektin bir reyting olsun. Düzdür, müəyyən reytinglər var, müəyyən səthi parametrlərlə müəyyən reytinglər yaradırlar ki, məsəl üçün, hansı dövlət süni intellekt strategiyasını qəbul edibdir, hansı dövlətdə bununla bağlı, hansısa, nə bilim mən, kadr hazırlanmır, hansı dövlətdə bununla bağlı, nə bilim, şirkətlər hansı fəaliyyət göstərir. Yəni, Azərbaycanda bütün bu istiqamətlər üzrə müəyyən fəaliyyət var. Ona görə də Azərbaycanın o süni intellektlə bağlı olan müəyyən indekslərdə də, reytinglərdə də yerimiz normaldır. Amma görünən ondan ibarətdir ki, artıq elə bir dövlət siyasəti ortadadır ki, bütün dövlət qurumları demək, burada pillə-pillə, mərhələ-mərhələ bu işləri həyata keçirmək. İlkin olaraq, indi mən bayaqları milli səviyyədə olan ekosistemlərdən danışdım ki, milli səviyyədə, məsəl üçün, data ekosistemi, milli səviyyədə kibir təhlükəsi, o millini proyeks eləmək lazımdır bir quruma, bir təşkilata. Təşkilatın özündə datalar ortaya çıxır, onunla necə davranır, necə saxlayır. Bunun özü bir data mühəndislər istəyir ki, o mühəndislər, data mühəndislər o məlumatları toplasın, sistemləşdirsin, strukturlaşdırsın. Onun üçün minimal şəkildə, məsəl üçün, müəyyən bir mühit yaratsın, mərkəzləşdirilmiş o mərkəzi sistemlərin əlaqə yaratsın. O arxivlərdə xatırlayırsınız da, arxivlərin özləri əvvəllər belə idi ki, təşkilatda hansı sənədlər neçə il qala bilər, sonra onu mütləsən verməlisən mərkəzi arxivə. Mərkəzi arxivin də sənədlərlə bağlı müəyyən normativləri var idi ki, hansı sənəd nə qədər saxlanılır və s. İndi həmin dövrün bir başqa bir rəqəmsal bir dövrü gəlib çatıbdır ki, o həmin o məlumatlarla o vaxtları o arxiv sistemində, o kitabxanalarda və s. necə davranırlarsa, indi artıq kiminsə belə deyək ki, istəyi ilə nəyisə nə qədər saxlayasan, saxlamayasan, nə bilim mən pozasan, nə bilim mən, yox, indi elə deyil. İndi artıq elə bir qanunverici işlənilir ki, o dataların qarşısında təşkilatlar da, məsul vəzifəli şəxslər də məsuliyyət daşıyacaqlar, onların toplaması, saxlaması, dövlətin o mərkəzi sistemlərə zəruri olan məlumatların ötürülməsi, o süni intellektin zəruri yanacağını, necə deyərlər, dırnaq içərisində deyirəm ki, o datasının verilməsi, onun emal olunması və sonra artıq yeni reallıqlar ortaya çıxıb. Ona görə də onun özünün hüququ, belə deyək ki, sisteminin yaradılması, qanunvericilik bazasının gücləndirilməsi, normativ hüququ aktların yaradılması, bayaqki ekosistem deyirəm ki, təşkilatın özündəki bir təhlükəsindən bağlı özünün müəyyən siyasəti formalaşacaqdır. Onu həyata keçirmək üçün müəyyən minimum olaraq operativ səviyyədə deyək də, onun operativ səviyyədə kibir təhlükəsinin təmin olunması, yavaş-yavaş piramidadan yuxarı getdikcə müəyyən bir ölkədə bir infrastruktur formalaşdı. Həm datanın toplanması, həm onun təhlükəsinin təmin olunması, üstə gəldə onun rəqəmsal platformasının nəzərət duran internetdir və digər demək, texnoloji aspektlərdir. Onlar elə bir səviyyədə qurulmalıdır ki, bax, bu rəqəmsal arxitektura, inşaat arxitekturasında necə ki, pis arxitektur pis bina ortaya qoyur, necə ki, pis arxitektur pis şəhər, pis kənd ortaya qoyur, bu rəqəmsal arxitekturanın özündə də
belə bir deyək ki, xüsusiyyət var ki, pis rəqəmsal arxitektor pis rəqəmsal sistem qoyacaq ortaya. O da təhlükəsizliyə dözən deyil. O da hansısa insanların tələbatını ödəyən deyil. O da hansısa insanlarla fərdi məlumatları qorumaq gücündə malik olan deyil. Sonra problem olacaq nə? Məsəl üçün paralel gətirək. İndi bizə arxitekturanın ən gözəl nümunələri Azərbaycanda çoxdur. Cənab Prezident tərəfindən nə qədər gözəl müasir arxitektur belə deyək ki, nümunələr ortaya çıxıbdır. Götürək Ağşəhəri. Ağşəhərin özü görürsünüz, heç onun dünyanın ən yaxşı şəhərlərindən də gözəldir. Bunu da arxitektur yaradıbdır. Düzdür, bunun hansısa bir inşaat arxitekturu yaradıbdır. Bir də var, tarixin yaranıbdır. Xuturumuz var, Sovetskimiz var, nə bilim mən, o da yaşayış məskənləridir. Orada hər kəs özünə bir yuva düzəldibdir, bir ev düzəldibdir. Bunun qaz infrastrukturu, su infrastrukturu, bunun kanalizasiyası, bunun elektriki, bunun yanğın, nə bilim, yolları, nəqliyyatı görürsən, nə gündədir. Ona görə də hal-hazırda şəhərin özündə o pis arxitektura necə mübarizə aparırsa, Cənab Prezident, görürsən, bütün bunları pozulur. Yerində müasir binalardır, maraqlı arxitekt. O inşaat arxitekturasının yaratdığı fəsadlar bu günləri rəqəmsal arxitekturada o vəziyyətdədir. O rəqəmsal arxitektura... Bizim peşəkar arxitektorlar lazımdır. Rəqəmsal arxitektorlar lazımdır ki, o rəqəmsal... Var mı belə arxitektorlar? Yetişir, əlbəttə ki, yetişir. Bu sahədə boşluq yoxdur. Çətinlik çəkmək, məsələn, biz deyək ki, Ağşəhəri qurmaq üçün xaricdən mütəxəssis dəvət eləmişik. İndi biz rəqəmsal arxitekturanı yaratmaq üçün də xaricdən mütəxəssis dəvət eləmişik. Bu biraz da təhlükəlidir. Yox, əlbəttə, mən buna tamamilə razıyam. Mən bu rəqəmsal arxitekturun özlərinin də növləri var. Ki, bir təhlükəsinin öz arxitekturu var, proqram sistemlərinin özünün arxitekturu var, ümumi sistemin özünün qurulmasının arxitekturu var. Necə ki, o Ağşəhərin özündə də müxtəlif təbəqələr var, onun dizayni, estetikası, onun infrastrukturu, onun nə bilim mən fövqəladə hallarda şəhərin özünün o necə deyə problemlərin həll olunması, orada olan ekosistem, orada məktəbidir, istirahətidir, parkıdır, bu sistemdir. Fikrim çatır da. Orada bir arxitektur, bəlkə də bir çoxlu sayda arxitektorların bir kollektiv əməyin nəticəsi olaraq gözəl bir şəhər alınır. Burada da həmin söhbətdir. Hansısa bir nəfərin yaxasından tutarsan ki, bir rəqəmsal arxitektor bu işi görsün, sizin sualınıza cavab olaram ki, həmin o rəqəmsal dövlətin özünün ayrı-ayrı komponentləri var. Onun dediyim kimi, birinci layə onun kommunikasiya infrastrukturudur, ikinci layə onun şəbəkə infrastrukturudur, üçüncü layə onunla data, informasiya resursları yaradılmasıdır, dördüncü layə onların qarşılıqlı inteqrasiyanın təmin olunmasıdır, beşinci layə onun kibir təhlükəsinin təmin olunmasıdır, altıncı layə onun süni intellektin tətbiqi ilə bütün mühitin özünün intellektuallaşdırılması, smartlaşdırılmasıdır və s. Bəs bunlara görürsün nə qədər arxitektur lazımdır. Bütün bunların hamısı gəlib çıxacaq vaxtda sistem arxitektur, rəqəmsal arxitekturlar ki, bunlar ağılla, elmə əsaslandırılmış, beynəlxalq təcrübəni öyrənməklə, kör-körənə onu yaratmaq özü təhlükəlidir. Ona görə də bax, mən hesab edirəm ki, bax, hörmətli Mehriban xan rəhbəri altına aparılan bu işlər, onun koordinasiya olunması, icra vəziyyətinə necədir, nəzarət etməsi, bütün bu arxitektur proseslərin özü onun nəzarətində olması bizə uğurlu, keyfiyyətli, yüksək keyfiyyətli rəqəmsal o dövlətin gözəl arxitekturasını vəd eləyir. Rasim müəllim, süni intellektin dövlət idarəçiliyində operativliyi artıracağı müzakirə mövzusu deyil. Süni intellektdən biz istifadə edərək biz operativliyi təmin edəcəyik. Bəs süni intellektdən istifadə dövlət idarəçiliyində şəffaflığa necə təsir göstərə biləcək? Burada belədir, bax, burada belədir Turan müəllim. Süni intellekti fərz eləyək ki, hansısa bir dövlət qurumunda apardığı tətbiq eləyirik. O tətbiq olunanda birinci səndən data istəyəcəkdir. Əgər həmin o demək, süni intellekt gəldiyi qurumun özündə, hansısa bir stolda, hansısa bir məmurun stolunda ona qədər hansısa məmurun nöqsanları, keyfiyyətsiz dataları varsa, o süni intellekti onu elə yamsıyacaqdır, onun tayı olacaqdır. Fikrim çatır da. Aydındır. Ona görə də süni intellekti düşünmək lazım deyil ki, göydən hansısa bir mələk gəlir, o süni intellekt gəlib buradakı hər şey həll edir. Yox. O dataların özünün keyfiyyətidir, dataların özünün həqiqiliyidir, dataların özünün aktuallığıdır. O datanın özünə baxmaq lazımdır. Bir misal çəkim sizə mən. İndi adını çəkmirəm də, bir ölkədə bir süni intellekt naziri qoymuşdular. O süni intellekt naziri dedilər ki, gəlib oradakı o şəffaf fəaliyyət göstərəcək, korrupsiyaya qarşı mübarizə aparacaq. Buraxdılar demək, həmin o qurumun, o nazirliyin o arxivində nə qədər data formalaşıbsa, rəqəmsal arxiv nəzərət turan mən, o dataların hamısını verdilər bu süni intellektə. Məlum oldu ki, əvvəlkilər nə qədər nöqsan buraxıbsa,
belə deyək, nə qədər əvvəlkilər rüşvətxordursa, bunun özü də elə ondan ən böyük rüşvətxora çevrildi. Çünki o datalar gəlirdi, cari datalar. Yəni köhnə dataların üzərində öyrətmişdilər. Yəni ki, hansı demək ki, sənədə necə reaksiya verməlidir, hansı sənədə hansı dərkinləri qoymalıdır, hansı qərarı qəbul etməlidir. O köhnə, qüsurlu, belə deyək, çirkin, o dataların əsasında süni intellekt öyrədilmişdi. Yeni hansısa müraciətləri o öyrətdiyini əsasına qərar qəbul edib, əvvəlkindən də pis qərar qəbul edirdilər. Elə o süni intellektin özünü vəzifədən azad elədilər. Dedilər ki, sənin qərarların çox qüsurludur. Ona görə də mən yenə də qayıdıram ki, ölkəmizdə ki, cənab prezident tərəfindən aparılan bu şəffaf siyasət, korrupsiya qarşı mübarizə elementləri varsa da onlara qarşı mübarizə bu data sistemlərinə yenidən baxışdan söhbət gedir. Obyektiv, reallığa uyğun, qanunvericiliyə uyğun olan dataların əsasına sistemlərin öyrədilməsi, onların qərar qəbul etməsi. Hələlik onsuz da onların qərarları belə deyək ki, son belə deyək ki, qərar olan deyil, onlar tövsiyə xarakteri daşıyacaqdır. Əsasən də indi məmurların özlərinin ətrafında çoxu data formulaşır və burada bir başqa məsələyə toxunacağım mən. Fərz edək ki, indi son zamanlar deyirlər ki, süni intellekt agentləri deyirlər də, yəni hansısa bir məmurun yanında bir süni intellekt modulu olacaq, kompüterində olacaq. O dataların əsasında müəyyən qərar qəbul edəcək, cədvəllər hazırlayacaq, müəyyən belə deyək, məlumatlar hazırlayacaqdır. Bunlar belə ki, normaldır. Amma burada bir məsələ var ki, Tural müəllim, bu süni intellekt agentləri, o məmur özü bir avtonom bir şəxs deyil, onun özünün tabiçiliyi, kimisə tabiçiliyindədir, onun tabiçiliyi kimlərsə vardır, o özü dövlət iyerarxiyası vardır, dövlət iyerarxiyası. Bəs o süni intellekt agentləri bir-birlə necə münasibətli olacaqdır? O hansı datadan istifadə edəcəkdir? Əvvəlki datanın özünü çəkib aparacaq yuxarıda hamısını emal edəcək, yoxsa emal etdiyinin nəticəsini götürəcək əsas? Orada açıq məsələlər vardır, yəni ki, mən demirəm, bugün həll olunacaqdır. Yəni, belə bir anlayış var ki, süni intellektlər özləri o mövcud iyerarxiyanın tələblərinə, qanunvericinin tələblərinə, konstitusiyon o demək tələblərə uyğun olaraq onların özləri də, həmin o süni intellekt agentləri də ona multi olaraq deyirlər, yəni çoxlu sayda onlar bir-birinə əlaqə yaradıb bir kollektiv süni intellekt yaradacaqlar. Fərdi süni intellektdən bərabər kollektiv süni intellekt yaradacaqlar. Bu rəqəmsal dövlətin özünün hədəflərindən biridir. Süni intellekt özünün lokal fəaliyyət göstərmək yanaşı, sabah o özü aşağı vəzifədə olan süni intellekt yuxarı vəzifədə olan süni intellekt hesabat verməlidir. Onun əsasında o birisi yuxarıya hesabat verməlidir. Bunların arasında artıq elə bir intellekt bağları yaranacaq ki, bunun özü bir kollektiv süni intellektin yaradılmasının əsasını qoyacaqdır. Yəni bu sadə məsələ deyildir. Ona görə də bunun özü elmi şəkildə araşdırılır. Mən sizə deyim ki, artıq alimlərimiz tərəfindən tabiçiliyində olan informasiya enstitüsünün əməkdaşları bu istiqamətdə bax bu rəqəmsal dövlətin özünün bu datalar əsasında intellektuallaşdırılması, o agentlərin bir-birinə əlaqə yaradılması, riskləri, hansı datadan istifadə etməkdən söhbət gedir, hansı zaman dərinliyindən informasiyanı götürməkdən söhbət gedir, hansı endə olan datadan götürməkdən söhbət gedir. Hələlik biz datanı yığıb saxlama haqqında düşünürük. Hələ onu necə emal edəcəyik, onu necə təmizləyəcəyik, necə onun obyektivini təmin edəcəyik, onun necə təhlükəsizliyini təmin edəcəyik, nə qədər bu datanı hara yığacağıq, nə qədər data mərkəz lazımdır, nə qədər süni intellekt, nə bilim mən, resursları lazımdır. Bu istiqamətdə yola çıxmışıq, bilirsiniz. Aydındır. Rasim müəllim, biz artıq 45 dəqiqədir müzakirə edirik və daha çox süni intellektin faydalarından danışırıq. Amma süni intellektin yaratdığı risklər də var. Mən istəyirəm, tamaşaçılarımıza bu risklər barədə məlumatlandırasınız. Süni intellektin təhlükəli tərəfi nədir və riskli tərəfi nədir? Bizi nə gözləyir? Bax, məsəl üçün mən sizə deyim. Süni intellektin təhlükəli tərəfləri də çox, belə süni intellekt belə deyək ki, qədər təhlükəlidir. Yəni o səviyyədə, yəni ki, təhlükənin özünün də belə miqyası var, səviyyəsi var. Bu da təhlükəlidir. Fərz edək ki, məsəl üçün, son zamanlar dünyada insanların özlərinin səhhəti ilə bağlı dataları toplayıb, onun rəqəmsal əkizini yaradırlar. Yəni, insanın özünün qoluna hansısa bir belə ki, qazetlər deyirlər, qurğular paylayırlar, daşına bilən, yəni özü ilə aparıla bilən, xüsusi olaraq, məsəl üçün, bunun temperaturudur, bunun təzyiqidir, bunun həm şəkəridir, bunun nə bilim mən və s. bütün tibbi parametrlərini toplayır. Eyni zamanda elə bir ki, saniyə və saniyə bərabər olaraq toplanır bunun şəxsi buluduna. İnternet əsasında, fransında toplanır bunda. Orada isə süni intellekt agentləri elə bir ki, mənim özümün, fərz edək ki, mən özüm misal çəkirəm ki, mənə o aid olan datalar hamısı
oradadır. Bir də mənim genetik məlumatlarım, bir də mənim xəstəliklə bağlı olan məlumatlarım hamısı toplanır ora. Yəni fiziki olaraq mən demək real məkandayam, yaşayıram, hava vururam, nə bilim mən hərəkət edirəm. Bütün bu proseslərin güzgü əksi olaraq real zamanda hamısı informasiya daşınır mənim şəxsi buluduma. Şəxsi buludumda dediyim kimi süni intellekt əyləşib orada bütün dataları emal eləyir. Mənim səhhətimdə hələ mən xəstələnməmişəm. Trendi tapır ki, belə getsə səndə filan xəstəlik olacaqdır, belə getsə nə olacaqdır? Onu qabaqlayıcı, preventiv olaraq xəbər verir ki, siz bu istiqamətdə ehtiyatlı olun, fəaliyyətinizə müəyyən məhdudiyyətlər qoyun, yeməyinizə, içməyinizə və s. məhdudiyyət qoyun. Artıq bu günləri bax süni intellektin tətbiqlərindən biri də budur ki, insanların sağlamlığının keşiyində dursun. Görürsünüz, xeyirli söhbətlərdir. Yəni elə sevindirici haldır ki, Azərbaycan Respublikasında da Səhiyyə Nazirliyi ilk dəfə olaraq Azərbaycanda tibbi rəqəmsal eki sistemini yaratdı. Yəni o deməkdir ki, artıq Azərbaycanda bütün o ayrı-ayrı klinikalarda sizə, mənə aid olan o xəstəlik tarixçələridir və bütün bir insanlar ayrı-ayrı laboratoriya analizləri verirlər. Bunun KT-sidir, MRT-sidir, ultra səs müayinəsidir və s. bütün bu dataların hamısı artıq özləri bütün dövlətimizin çağırışına müvafiq olaraq səhiyyə sistemində, ümumiyyətlə ölkədə bütün bu dataların mərkəzləşdirilməsi, emal olunması, hər kəsin özünə ayrıca buludun açılması və fərdi identifikasiya nömrəsi kimi, onun pasportuna əsasən, onun şəxsiyyət vəsiqəsi nömrəsi mənə aid olan datalar hamısını toplayır ora. Mənim şəxsi süni intellekt agentim, həkimlərin fərz edək ki, iştirakı ilə, onların tövsiyəsi və s. o fəaliyyət göstərir mənim səhhətimlə bağlı onlayn olaraq, real zamanda müəyyən demək biliklər ortaya qoyur. Dediyim kimi pisi var, yaxşısı var, nəyi var, belə şeylər. İndi bu prosesin yaxşı tərəfi budur, düzdürmü? Riskli tərəfi. Gəl bunun digər tərəfinə baxaq. Hesab elə ki, mən kiminsə xoşuna gəlmirəm, hansısa qurumların, hansısa ölkələrin xoşuna gəlmirəm, mən sıradan çıxardılmalıyam. Söhbət məndən getmir, istənilən insandan söhbət gedir. Ona görə də bir killer anlayışı var. Yəni kənardan həmin o obyekt, insan o dataları ötürmür kənara, o dataların hamısını götürür, yəni qıraqdan tutur. Yerinə insan haqqındakı kritik olaraq datalar yoxdur ki, onun təzyiqi qalxır, onun nə bilim mən xəstəliyi hansısa kritik vəziyyətə gəlmir. O datalar ki, o həmin o real dataları götürür, yerinə normal dataları süni intellektə göndərir. Süni intellekt görür ki, nə gözəl datalar gəlir, hamısı gözəldir, qəşəkdir. Burada insan ölür, orada süni intellekt artıq verdiyi qərarla buradakı şey üstə düşmür. Artıq bu süni intellektin özünün fəaliyyətinə kənardan müdaxilə etməklə çox ziyanlı qərarların qəbul edilməsi və onların, necə deyərlər, həyatda tətbiq olunması böyük fəsadlara, pis fəsadlara gətirə bilir. Ona görə də bu günləri süni intellektin özünün fəaliyyətinin necə deyərlər, belə deyirlər də onun izah oluna bilən, çünki süni intellektin qərarları adətən izah oluna bilmir, çünki orada o qədər milyonlarla parametrlər var, milyardlarla parametrlər var, ayrı-ayrı neyron şəbəkələri var, onu normal insan təfəkkür izah etmək mümkün deyil. Məsəl üçün, hansısa datanı verirsən, o çıxışda deyir ki, belədir. Sən onu ispat edə bilmirsən, izah edə bilmirsən ki, onun qərarı nəyin əsasında verilir? Təhlükə bundan ibarətdir. O dataların əsasında verilən o qərarların izah oluna bilməsi cəmiyyəti narahat edir. Ona görə də bu günləri bir sıra məsələn kritik sistemlərdə mütləq və mütləq o prosesin özü şəffaf və izah oluna bilən olmalıdır. Bunun üçün mexanizmlər işləyir alimlər, bunun üçün o riskləri azaltmaqdır, məsələn, kritik sistemlərdir. Yəni bunun hamısını sən izah oluna bilməyən süni intellektə etibar edirsən, sizin dediyiniz kimi çox böyük fəsadlar ortaya çıxa bilər. Cəmiyyətin narahat edən məqamlardan biri də budur. Bu bir məsələdir. İkinci məsələ insan demək həyatına aid olan fərdi həyatdır, onun biometrik məlumatlarıdır, sifətidir, səsidir, müxtəlif belə davranışıdır, hərəkət. Onu da süni intellekt vasitəsilə yenə də o dataları toplayırlar. Həmin o fərdin, o obyekt olaraq seçilən, yəni ki, bir ol olaraq seçilən həmin o obyektin özünün bütün fəaliyyətini, hərəkətini, yatmasını da, durmasını da, xasiyyətini də, psixologiyasını da, onun səsini də, onun vizual üz görüntüsünü də və s. toplayır. Onun əsasında artıq süni intellekt başqalarının əlində bir alət olaraq o insanın ya adından, onun qohumlarına, onun bank hesablarına, onun hansısa deyək ki, indi haradasa onu məsəl üçün belə deyək ki, fərdi məlumatları əsasında bankdan kredit götürübdür, nə bilim, hansısa bir hüquqi münasibətlərə girir.
orada ciddi demək problemlər var. Risklər var. Yəni cəmiyyətin özünün ki, o belə hüquqi tənzimləməsi var. Onun əsaslarına böyük təhlükələr vardır ki, ona görə də ölkələr bu istiqamətdə çox belə deyək ki, narahatdır. Ölkəmizdə də bilirsiniz ki, son zamanlar Azərbaycan parlamentində bununla bağlı çox əhəmiyyətli qərarlar qəbul edirlər. O deepfake texnologiyaların yaratdığı müəyyən reallıqlar, hansısa şəkillər, hansısa video roliklər və s. bunlarla bağlı ciddi mübarizə aparılması üçün Azərbaycan Respublikasında o qanun və müxtəlif qanunlarda müəyyən dəyişikliklər həyata keçirirlər. Bir də bunun həssas tərəfi uşaqlarla bağlı söhbətdir ki, bilirsiniz ki, uşaqlar da cəmiyyətin özünün əsas hissəsidir. Onların tərbiyəsidir, onlara nə bilim müxtəlif üsullarla ələ keçirilməsi, kart məlumatlarıdır, onların beyinlərinin zəhərlənməsi, uzun müddətli onlarla ideoloji iş aparıb, həmin o ölkənin özünün insan resurslarını manqurtlaşması və s. bunlar çox təhlükəli məsələlərdir. Ölkəmizdə Cənab Prezidentin təşəbbüsü ilə, tapşırığı ilə parlamentdə görürsünüz ki, bununla bağlı çox ciddi qanunlar həyata keçirilir ki, o uşaqların da o internetdə həm onlara o xidmətlərin göstərilməsində və s. tənzimləmə məsələləri olsun. Ona görə süni intellekt məsələsi, necə deyərlər, ehtiyatlı olmalı. Ciddi ehtiyat tələb edir, ciddi ehtiyat tələb edir. Yəni, bilirsiniz nətəridir, yenə də onu qeyd etmək istəyirəm ki, süni intellekt təhlükəli ölkələrin, təhlükəli dövlətlərin, təhlükəli hansısa bir qurumların transmilli şəkildə böyük təhlükə mənbəyidir. Ona qarşı əlbəttə ki, indi bizdə Azərbaycandan bayaq qeyd etdiyim kimi kibir təhlükəsinə aparılan işlər, o artıq klassik təhlükələrdən söhbət getmir. Klassik kibir təhlükələrə qarşı mübarizədən söhbət getmir. Azərbaycanda da elə məhz həmin o Azərbaycanda formalaşan milli kibir təhlükə ekosisteminin özü də intellektual texnologiyasından qurulur ki, o, deyək ki, süni intellekt tərəfindən yönəldilən Azərbaycana, müxtəlif insanlara, resurslara, banklara, müxtəlif dəyərlərə qarşı, onun özünə qarşı, necə deyərlər, o süni intellekt təhlükəsinə qarşı elə süni intellekt əsaslanan müdafiə mexanizmləri işlənilir ki, dövlətimiz təhlükəsiz olsun, vətəndaşlarımız xoşbəxt olsun və dövlətimiz öz, deyək ki, rəqəmsal suverenliyini təmin edə bilsin. Rasim müəllim, müasir dövrdə insana bənzər robotlar yarada bilirlər. Məsələn, insanın əkizini robot kimi yarada bilirlər. Deyirsiniz ki, dataları götürüb, o insanın səsini yarada bilirlər, o insanın hətta necə düşünür, onu belə formalaşdıra bilirlər. O dataları götürüb, o robot vasitəsilə o insanı yaratmaq olar mı süni intellekt vasitəsilə? Yəni, bu artıq ciddi məsələdir, ciddi bir təhlükədir. Təsəvvür edən ki, mənim datalarımı övrəyirlər və mən yoxam, mənim bir robotum hazırlayırlar və mən artıq süni intellekt olan bir tural səfər olur. Mümkündür. Buna elmi cəhətdən fikirləşirəm ki, o da rəqəmsal əkizin bir formasıdır. Bayaqları mən danışdığım ki, o tibblə bağlı rəqəmsal əkizdir. İnsanın vəziyyəti ilə bağlı, insanın tibbi vəziyyəti ilə, səhhəti ilə, bütün datalar axır müəyyən bir mərkəzə, müəyyən bir fərdi buluda, orada süni intellekt onu emal eləyir. Mənim orqanizmimdə hal-hazırda temperaturum neçədirsə, orada da həmin temperaturdur. Təzyiqim neçədirsə, orada da həmin qiymətdir. Məndə hansı trend varsa hal-hazırda, məsələn, təzyiqim artırsa, o da onu göstərir. Yəni, demək istəyirəm ki, insanın özünün proqram şəklində, soft olaraq, proqram şəklində orada əkizi var. Sizin dediyiniz onun, belə deyək ki, həm aparat, həm proqram olaraq insanın sürətinin çıxardılması mümkündür. Hal-hazırda belə söhbətlər var. Yəni, indi bu yaxınlarda oxuyuram ki, insanın beynini, məsələn, nə düşünürsən, bir qurğu vasitəsilə o qurğu göstərir ki, mən nə düşünürəm. Yəni, beyində gedən o elektromaqnit dalğalarıdır, filan, onların tutulması, deşifrə olunması, identifikasiya olunması, mən emosiyam hansı istiqamətdədir, yaxşıdır, pisdir, onu da oxuyurlar. Ona görə də humanoid deyilən, o sizin dediyiniz o ki, humanoid deyirlər, insana bənzər süni intellekt reallıqların yaradılması. Yəni, bunun özü də var, hətta onun qarşılığı da var. Deyəcəm mən nədən söhbət gedir. Sizin dediyiniz insanın özünün müəyyən bütün parametrlərini paralel olaraq, onun gülgü əksi olaraq, onun rəqəmli əksini yaratmaq, bu reallıqdır. Biri də var ki, insan insandır. Gözü məsəl üçün, problemi var, hansısa məsəl üçün mental problemləri var, onun özünün artıq onun beyində lokallaşdırırlar ki, nə problemi var, məsələn, talasemiyası var, bunun nə bilim, Alzheimeri var, müxtəlif xəstəliklər var ki, hansı beyinlə bağlı xəstəliklərdir. Onun özünü hal-hazırda dünyada alimlər, özdəki o alimlər müxtəlif, belə deyək ki, onu deyirlər, neurosciences deyirlər, yəni beyinlə əlaqəsi olan alimlərin birgə əməyindən ortaya çıxan bir nəticədir ki,
Məsəl üçün belə deyək də, insan nitqində müəyyən problemlər var. O beynin hansısa bir hissəsində funksionallığın pozulması deməkdir. Həmin o funksional hissənin özünü, belə deyək ki, bioelektrik siqnallardır. Hardansa gəlir, orada hardasa emal olunur, harasa çıxır, müəyyən əmrlər verir və s. O hissədə qüsuru varsa, onun özünün mikroçiplər vasitəsilə onun funksiyasını, oradakı o qüsurlu olan, yəni reallaşa bilməyən funksiyanı ötürürlər mikroçipə, mikroçipi yerləşdirirlər ora, o mikroçipin girişinə, o beynin hansısa qurumlarından, hansı hissələrindən gələn siqnalı daxil etməklə nitqin özünü bərpa eləyirlər. Yəni, onun çıxışındakı siqnal artıq qüsurlu siqnal deyil, normal siqnaldır. Fikrim çatır və yaxud da ki, gözlə bağlı hansısa problem... Yaradanın iradəsinə ziddir axı. Yaradan belə yaradıb da. Mən reallığı deyirəm. Birini gözsüz yaradıb, birini dilsiz yaradıb, birini yaradıb. Burada belədir ki, bütün bunlar hamısı insanların özündə. İnsan özü nədir ki? Biyologiyadır, fizikadır, kimyadır. Bunların belə deyək ki, birgə bir belə deyək ki, reallığından yaranmış bir insan varlığıdır da. İndi o gözün özünün fizikası var. Siqnal necə gəlir? Necə o siqnal nə bilim mən nəyəsə çevrilir? O da nə bilim mən gedir hansısa təsvirə çevrilir. O da onu tanır ki, bu obyekt nədir, o nədir bu? Onun hardasa qüsuru olan görürsən ki, hansısa indi onun biyoloji hissəsində problem varsa, onu bərpa edirlər, insan normal görür də. Fikrim çatır. Ona görə demək istəyirəm ki, artıq son zamanlar görürsünüz, misal üçün, insanın özü bu və ya digər səbəbdən qolunu, qıçını itiribsə, ya müharibədir, ya qəzadır filan daim, görürsən ki, artıq insanın özünə əvvəlki o belə şəxs insanlar üçün yaradardılar, protez. Protez, onu belə qıraqdan baxırsan ki, normal şəkildə görsən, amma o insan beyninin heç bir əlaqəsi yoxdur, mərkəzi sinir sistemi heç bir əlaqəsi yoxdur. Hal-hazırda elə protez düzəldirlər ki, o sanki, o necə ki, o sensorlar, hissiyyətlər var, istidir, soyuqdur və s. Onun hamısını siqnallarla gəlir, o elektronikadan bioelektrik siqnal çevrilməsi üçün o çevricilər qoyurlar, beynə siqnal gedir ki, orada istidir məsələ üçün, beyin onu müqayisə edir ki, istidir, ayağı çək məsələ üçün. Protesə deyir ki, sən ayağı çək. Protesə deyir, o birisi normal ayağı demir. Yəni, demək istəyirəm ki, artıq son zamanlar belə bu internetdə belə məlumatlar çox yayılır ki, insanların özünün bu orqanları yoxdur, qoludur, qıçıdır, gözüdür, nə bilim mən qulağıdır və s. Bunların hamısının əvəzlənməsi ilə bağlı, əvəzlənməsi, onun hamısı süni intellekt, rəqəmsal texnologiya, onunla bağlı kütləvi olaraq tibbdə bir inqilabdır. Ona görə də bunun özünü təsəvvür edirik ki, biz indiyə qədər, məsələn, gözümüz zəif olanda eynək alıb qoyuruq. Belə deyək də, bir inklüziv süni intellekt texnologiyaları var. İnklüziv süni intellekt texnologiyaları onun mahiyyəti ondan ibarətdir ki, bu süni intellekt texnologiyaların missiyası vətəndaşların yaşından, ondan sonra onun fiziki ərildir, qeyri-ərildir və s. qabiliyyətindən asılı olaraq vətəndaş olaraq cəmiyyətin normal üzrünə çevrilməlidir. Bu yaxınlarda elə bunu mən deməyə və özümə borc bilirəm ki, İnsan Hüquqları Ombudsmanı Azərbaycanın Ombudsmanı çox yüksək səviyyəli bir tədbir keçirdi. BMT-nin çətiri altında dünyanın bütün ombudsmanı yığışmışdı Azərbaycana. Bu tipli məsələlər orada süni intellekt texnologiyaların insan cəmiyyətinə xeyri nədir? İnsan hüquqlarının təmin olunması hansı dəstəyi verir və hansı problemlər yaradır? Çox möhtəşəm bir iclaslar keçirildi. Mən iclaslara iştirak edirdim. Çox möhtəşəm. Bu tipli məsələlər. Nədən söhbət gedir? İnsanın özünün dediyim kimi, qolu, qıçı və s. gedib gələ bilmir, nə bilim mən nəqliyyata minə bilmir, metroda isə. Bunun üçün də ağıllı çəliklər var, ağıllı nə bilim mən arabalar var. Səni hara deyirsən aparsın, nə bilim mən hansı obyekti deyirsən tapsın. Yəni demək istəyirəm ki, bu inklüziv süni intellekt texnologiyaları elə bir ki, insana köməkçi kimi onun cəmiyyətə qaynayıb qarışması, inteqrasiya olunması, inklüziya deyirlər. Onlara daxil olmasını təmin eləyir. Və digər növ, deyək ki, problemlər var ki, bu inklüziv texnologiyalar bunu təmin eləyir. İndi o dediyimiz kimi, hansısa məsəl üçün qəzadan hansısa orqanını itiribdir. İndi onun özünün də süni intellekt vasitəsilə bərpası məsələlərinə baxılır, artıq tətbiq olunur. Ona görə beləliklə insan cəmiyyəti, süni intellekt cəmiyyəti, bir də onların qarşılıqlı cəmiyyəti. Süni intellekt cəmiyyəti artıq formalaşmaqdadır, bəli. Və yaxları mən çıxışımda dedim ki, bu süni intellekt avtonom olaraq o məmurun yanında, bu məmurun yanında. İndi bunlar əl-ələ verəcəklər axı. Yəni, tək o məmur söhbəti deyil. Ümumiyyətlə cəmiyyətdə, ümumiyyətlə dövlət səviyyəsində yox, ümumiyyətlə internetdə bu süni intellekt, bu chatbotlar yoxdur. İndi bunlar bir-birini əl-ələ verəcəklər. Onlar bir-birinə sosiallaşacaqlar. Onlar bir-birinin, necə deyərlər, hansısa problemini həll edə bilən deyilsə ona göndərəcəklər.
göndərəcək, o buna göndərəcəkdir. Biliklərini paylaşacaqlar, bir-birindən sosial münasibətləri quracaqlar, böyük kiçiyi formalaşacaqdır. İnsan cəmiyyətindəki bu dəyərlər necə formalaşırsa, süni intellekt başlayın özlərinin cəmiyyəti formalaşacaq. O göz qabağında formalaşmaqdadır, sürətlə gedir. Ona görə də bu günləri ChatGPT bütün internetdə onun qarşısında bağlı qapı yoxdur. Bütün ChatGPT-lər özləri bir-birinə münasibətdədir. Məsəl üçün, səndə bu yaxşıdırsa ver mənə, məndə hansısa bir nəsə problem varsa, sən mənə kömək elə. Onlar hamısı sosiallaşırlar. Cəmiyyətdə insanlar necə sosiallaşırsa, onlar da sosiallaşırlar. Ona görə də yaxın perspektivdə insanların cəmiyyəti ki, milyon illər bəri formalaşıbdır, Homo sapiens deyirik də bizdə. İndi bu artıq başqa bir sapiensin ortaya çıxmasının əsası qoyulmaqdadır. Bir də ki, onların arasında münasibətlərin formalaşması, necə deyərlər, onların hibridlərin yaranması, nə bilim mən, bir tərəfi belə, bir tərəfi belə. Reallıq bundan ibarətli proses belə gedir. O zaman belə qənaətə gəlmək olar ki, yaxın zamanlarda süni intellekt insanı əvəz edəcək. İnsan özü mürəkkəb şeydir. Yəni onu bu dəqiqə 9 milyarda ümumiləşdirib bir insan demək, insan özü müxtəlifdir. Elə insanlar var ki, bunu bugün süni intellekti 100 dəfə əvəz eləyə bilir. Film çatır, əgər fərdiləşdirsək, tərəziyə qoysaq, yəni onun intellektual qabiliyyətidir, biri yazıcıdır, biri şairdir, biri Nobel mükafatı laureatıdır, biri təhsili yoxdur, insan müxtəlifdir. Ona görə də ümumən insanın süniyyətini üz-üzə qoymaq, sual ortaya çıxır, hansı insanla söhbət gedir və insanın hansı qabiliyyətindən söhbət gedir. Yəni, süni intellekt nəyi əvəz edə bilər, nəyi əvəz edə bilməz. Bəli. O artıq konkret situasiyadan asılıdır ki, yəni, elə şey var ki, süni intellekt onu əvəz edə bilməz. Təbii. Yəni, süni intellektini əvəz edə bilmədiyi, insana xas ola bilən çox böyük hələ sirlər var. İnsanın özünün beynində 80-90 milyard neyron var. O neyronların hələ sirləri çox dərindədir. Yəni, indi bilmirəm, mənə çətindir onu hansı bir proqnoz vermək. Yəni, insanın beyni özü böyük sirdir. Fikrim çatır da. O günləri dünya əhalisində, məsəl üçün, nədir? 9 milyard deyirik, düzdürmü? Dünya əhalisindən 10 dəfə çox insanın bir beynində demək neyronlar var. O neyronların qarşılığı münasibətləri o bilikləri istehsal eləyir. Biri Nostradamus olur, biri Nobel mükafatı laureatı olur, biri dünyanın inkişafını dəyişir, biri interneti kəşf eləyir, biri belə. Ona görə də ümumən insanı onunla baş-başa qoymağı yox. Konkret olaraq insanın qabiliyyətindən söhbət gedir, insanın özünü həyata keçirdiyi missiyadan söhbət gedir. Hansısa məsəl üçün bir insanın ömrü boyu vəzifəsi gözətçilikdir. Əmək kitabçılığı gözətçidir. Şərəfli peşədir, cəmiyyət üçün lazımdır, ailəsini dolandırır və s. Amma süni intellekt nəzərindən milyonlarla gözətçini əvəz eləyə bilir. Milyonlarla gözətçini. Nə var ki, süni intellekti bura gələnlərin siyasını verirsin, bunlarla başı işini buraxma. Və yaxud da ki, onlara bıraq, düzdür? Doğru. Və yaxud da ki, gördün, qalstuklusla bıraq, və yaxud da qalstuklusla bıraxma. Yəni, sən onu necə öyrədirsənsə, o şəkildə həyata keçirir o işləri. Ona görə də süni intellektlə bağlı bütün bu proqnozlar, məsəl üçün deyirəm, ChatGPT-nin özünün intellekti yüksəkdir, hansısa bir insanın, məsəl üçün, götürək də. Görürsən, nə qədər ağıllıdır, nə qədər. Nədən yalan da versin, yaxşı bir məqalə yazır, kitab yazır, şeir yazır, musiqi yazır və s. Amma istənən halda insan kimi düşünə bilmirək, Rasim. İndi onun öyrənmə qabiliyyəti var axı, niyə onu yaddan çıxardırıq biz? Get-gedə öyrənirək o. Yəni, onun özünün sərəncamında... O internet məkandakı məlumatları toplayıb o düşünə bilmirək insan kimi. Düşünür də, niyə düşünmür ki? Öyrənmə onun qabiliyyəti var. Bəs onun süni intellekt eləyən onun elə xüsusiyyətidir da. Onun öyrənmə qabiliyyətidir, onun düşünmə qabiliyyətidir, yaxşını pisdən seçmə qabiliyyətidir, gələcəyə proqnozlaşdırmaq qabiliyyətidir, keçmişə qayıdıb... Sonuçta bu internet üzərində işləmir. Bəli? İnternetlə işləmir bu. O, internet onun platformasıdır. Yoxdur internet. Haradadır sonra? Əgər, sağ ol, məsələ razıyam. Ona görə insan əvəz edə bilməz. Mən onu, insanın özünü də götürürsən, havasını kəsərsən, o da işləyə bilməz. Fikrim çatır da, insanın özü də bir fövqəladə qüvvə deyil. Onun sən götürərsən insanın özünü, 50 dərəcədə başı yaxşı işləməz, 60 dərəcə heç işləməz, mənfi dərəcədə heç işləməz, suyun altına buraxarsa o da işləməz, çıxardarsan kosmosa hava çatışmaz, düzdürmü? İnsanın özünün də müəyyən diapazonu var. Ona görə internetin özü bu günləri, yəni internet deyilən süni intellekt bir internet deyilən dünyanın üzərində qurulubdur. Bütün dünya ölkələri, bütün dünya dövlətləri, bütün nəyi varsa internetə verir, bütün dataları hamısını ora verir, bütün bir
biliklər ora axır. Sivilizasiyanın milyon illərdən bəri gətirdiyi bütün biliklər hamısı axır internetə. O da oradan götürür, qidalanır. Üstə də gəl, bütün bu statik məlumatlardan başqa, bütün günümüz internetin təmaslayıq, sual veririk, sorğu veririk, nə bilməm, onu alırıq. O canlı olaraq biz ona işləyirik. Yəni, deyək ki, elə süni intellekt elə dayanıb durub da hansı, yox, o ağır yetişdirir, inkişaf edir, indi səhv edirsə, növbəti adını ondan yaxşı məlumat verir, bilik verir və s. Müdürükləşir o. Bu günləri internetə belə deyək də, internetə əvvəlki internet deyil. Bu günləri artıq ona smart internet demiyorlar, ağıllı internet demiyorlar. Onun hələ sonu hara gedəcəkdir? Bunu biz bilirsiniz. Artıq dünya kvant internetində söhbət eləyir. Yəni, bugünkü o, belə deyək ki, reallıq o tərəflərə cavab vermir. Artıq mən bir neçə gün idi, mən xaricdə, beynəlxalq konferansda iştirak edirdim. Əsas məsələ bu kvant internetini yaratmaqdır. Bunu tamamilə gördüyüm interneti yenidən qurmaqdır, onu ağıllandırmaqdır, oradakı bütün datalara yer verməkdir, onu emal etməkdir. Nə bilim mən, 100 illər bundan sonranın havanın proqnozu verməkdir, dünyanın gələcəyini düşünməkdir. Bu sadə məsələ deyil. Rasim müəllim, söhbət o qədər maraqlıdır ki, açıq 1 saat necə gəldi, keçdi, hiss eləmədi. Biz 1 saatdan artıq vaxt ərzində bu məsələləri müzakirə edirik. Mən verilişi yekunlaşdırmaq istəyirəm. Sonda qısa bir sual verib, qısa bir cavab alacağım. Ondan sonra verilişimizi yekunlaşdıraq. Bəzən süni intellektin insanı təhdid etməsi ilə bağlı fikirlər də səsləndirilir. Bu günlərdə internetə qarşıma bir şey çıxdı. Süni intellektdən imtina edən bir insanı süni intellekt təhdid edir ki, mən sənin sevgilini və həyat yoldaşını açıqlayacağım. Yəni, gələcəkdə süni intellekt insanı təhdid edərsə, bu nəyə gətirir? Əgər belə deyək də, əgər bayaqları mən dediyim insan cəmiyyəti sosiallaşıbsa, biri-birinin xasiyyətini bilirsə, zəif yerini bilirsə, sizin dediyiniz o ritorikini istifadə edirsən, bunu belə eləməsən, belə eləyərəm və s. hədələr ortaya çıxırsa, süni intellekt o, həmin o insanları fərdi olaraq modelləşdirir, fərdi olaraq onun bütün xüsusiyyətini, psixologiyasını, dostunu, düşmənini, həssas o zəif nöqtələrini tapır, əsəbləşdirərsən cavabını da verir də. Deməli, təhlükə qapıdadır, çox ciddi risklərlə üz-üzəyik. Rəsmən, çox sağ olun, təşəkkür edirəm. Maraqlı müzakirə üçün, dəvətimizi qəbul edib studiyaya gəldiyiniz üçün. Hörmətli tamaşaçılarımıza isə xatırladıram ki, studiyamızın bugünkü qonağı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyalar İnstitutunun direktoru, akademik hörmətli Rasim Əliquliyev idi.